Salam değerli dostlar. Bugün biz yeni kanalımızda ilk videomuzu çəkildi və sizlərin dəstəyinizə həqiqətən ehtiyacımız var və bugün Amin və Ömər qardaşları bir yerdə evdə kiçicik bir tort hazırlayacaq və ilk videomuz olaraq sizlərə təqdim eləyəcəyik. Dostlar, biz bu videoyu 18 iyunda çəkirik. Siz prosto bu videoyu 19 iyunda görəsiniz. Akşam indi paylaşsaq 0 izlənmə olacaq. Biz 19 iyunda şeyləyəcəyik, paylaşacağıq. Tut qabaq. Və bəli dostlar, indi isə keksimizi hazırlamaq üçün ilk olaraq 3 ədəd yumurta qabımıza əlavə edirik. Amin əlavə eləsin. İndi isə 1 stəkan şəkər tozunu əlavə edirik. Və indi isə bu qarışımımıza 1 paket şəkərli vanilin əlavə edəcəyik. Və daha sonra bunu biz mikserlə çalacağıq. Bəli dostlar, gördüyünüz kimi qarışımımız ağarıb qatılaşana qədər biz onu çaldıq. Və indi isə bura əlavə edirik yarım stəkan duru yağ. Ömər əlavə elə duru yağı. Bu gördüyünüz qabda bir xörək qaşığı kakao var və bir yarım xörək qaşığı da qarğıdalı nişastası var. Onu da əlavə eləyək. Bir dəqiqə Ömər onu eləməliyik biz. Buraya əlavə eləyək. Və indi isə Amin qabartma tozunu əlavə elə. Və bir də 1 stəkan unumuzu əlavə edirik. 1 stəkan unumuzu əlavə edirik. Bu qarışımları mütləq şəkildə ələkdən keçirtməliyik dostlar. Bunu ələkdən keçirəcək və daha sonra mikserin zəif sürəti ilə onu yenidən çalacağıq. Bəli dostlar, gördüyünüz kimi qarışımımız hazırdır. Və indi isə biz öncədən sinimizi gördüyünüz kimi belə düz bucaqlı sini götürürük və bunu silviçni yağla tam olaraq yağlayırıq. Bu şəkildə tam yağlayırıq və indi isə qarışımımızı tökəcəyik bu qabımıza. Və öncədən peçimizi 180 dərəcə fanlı şəkildə qızmağa qoymuşuq və biz bu keks xəmirini artıq bişməyə göndərəcəyik. Daha sonra sizinlə yenidən görüşəcəyik. Bəli dostlar, biz biskvitimizi eyni şəkildə gördüyünüz kimi sinimizə yaydıq və indi isə önəmli püf nöqtələrindən biri. Biskvitimizdən qabarcıqlar çıxsın və bərabər şəkildə bişsin deyə sinimizi stolun üstünə 3 dəfə çırpacağıq. 1, 2, 3. Bəli, indi isə gedirik bişməyə. Bəli dostlar, gördüyünüz kimi qabımızı götürmüşük. İçərisinə 300 qram yumşalmış silviçni yağ əlavə edirik. İndi bunu mikserlə ağarına qədər çalacağıq və üzərinə gördüyünüz kimi bırak göstərəyim mən. Baxın, bu varyoniz kşonkadan əlavə eləyəcəyik. Kremimiz hazır olacaq. İnşallah yenidən sizə göstərəcəyik. Bağlamı atam. Gördüyünüz kimi biskvitimiz qabarır və eyni zamanda da pişir. Biz hazır kremamızı hazır eləyəndə təzədən kaydı açacağıq. Dəyərli dostlar, gördüyünüz kimi yağımızı ağartdıq. İndi isə qatlaşdırılmış südü tökürük bura. Ömər bəy, tök görüm. Tökək Ömər bəy. Dostlar, o təzədən tökəndə mən kaydı açacağım. Dostlar, gördüyünüz kimi bunları qarışdırdıkdan sonra sizinlə təzədən olacaq. Biskvitimiz nazik olduğuna görə 5 dəqiqəyə pişdi. İndi isə biskvitimizin soymasını gözləyirik. Bəli dostlar, indi isə tortumuzdan biskvitdən stakanın ağzından balaca parçalar ayırırıq. Onu ayıram. Əslində ayırmışıq, sadəcə sizə də bir göstərmək istədik. Onu götür oradan. Bu qıraqları ayırıb. Baxın, bu şəkildə parçalar ayırırıq. Bura üst-üstə yığmışıq, gördüyünüz kimi.
Ömer dayan atam. Anladım. Aha buradan da sen kes. Kes. Kes atam. Vur onu. Bas bas vur. Kes. Aha. Şimdi Vur biraz. burçkaya. Ay sağ ol. İndi parçanı ben götür. götürsem Elsin ehtiyatla. Bura vur. Bak Bura. gördüğünüz Bura. gibi belə parçalara ayırırıq bunu. Qıraqlarını da Bu artıq yoxsa- qalanları isə ovuntu eləyəcəyik. Belə. Belə tortun üstünə tökmək üçün gördüyünüz kimi ovuntu halına gətirəcəyik. Uşaqlar siz onu ovun zəhmət olmasa xırda. Ovun tökün ora. Dostlar biz biskvitləri islatmaq üçün bir sirop hazırlamışıq. Sonra isə yarım stəkan süd, son bir xörək qaşığı pesok lazımdır. Bir xörək qaşığı pesok ərdirik. Biskvitləri bundan bax bu şəkildə isladırıq. Belə. Bisküvitimizi elimize alırıq. Kremimizi çəkirik. Ondan sonra üstünə bir dənə də bisküvit əlavə edirik. Üstünə kremdən bir dəfə də çəkirik. Sonra onu elədiyimiz qarışımla ətrafını bağlayırıq. Gördüğünüz kimi dostlar bir tortlarımız hazır olur. Gördüğünüz kimi. Dostlar gördüğünüz kimi biz bunları belə eləyirik. Sonra da soyucuda ən azı 2 saat gözlədirik. Sonra da o çox dadlı hala gəlir. Biz soyucuda onu gözlədəcəyik ki, o gözləsin və dadını alsın. Gördüğünüz kimi tortumuz hazırdır. Bu demişəm. Tortumuz gül şəklini aldı. İndi bunu soyucuya qoyub 2 saat gözlədəcəyik və onu sonradan nuş eləyəcəyik. Dostlar, indi bizim tortumuz hazırdır. İndi bunu nuş eləyirik. Çok tatlı bir tatlı.